Teşekkür ederim. Tebrik ederim İldırım müəllim sizi. Gözünüzü baxdım kitaba. Həqiqətən mən dəyərli qardaşım Nizam müəllim dediyi kimi təəssüf edirəm, geç tanımışam. Yaradıcılıq məhsulu mükəmməldir. Allah daha da qələmizi var eləsin. Mən də bizim dəyərli qardaşlarımızı burada gəldim, gördüm. Uşağım, cavanlıq, dostum Şəhriyar. Bir yerdə büyümüşük, bir yerdə uzun müddət işləmişik. Bayram müəllim, Nizam müəllim, həmçinin mən Sülhət şəhərində İctimai Birliyi təmsil edirəm. Şəhid ailələrlə Qayğı Cəmiyyətinin sədriyəm. Uzun müddət məncə bu ədəbi mühitlə əlaqə saxlayıram. İllərdir. Və özümün də 7 kitabım var, amma hamısı dini dörtlü kitablardır. Qızıl qələmdə bir tənə almışam. Amma almışam Salam Qədrizədə əl-bəl almışam. Yəni onu deyim sizə. Yəni bu o vaxt üçün mümkün olan bir şey deyil, bilirsiniz. Amma əsas məsələ nədir? Mən burada bizim şəhidimiz haqqında İldırım müəllimin qələmindən çıxan məhsulu gördüm. Bu şəhidimizin evində mən olmuşam, ailəsini tanıyıram. Bu bizim Hüseyin balanın sarayda yaşayır. Mənim təşkilatın üzvüdülər elə indi də. Və mənim üçün çox həmişə öndə olan məsələdir ki, şəhid və şəhid ailələrinə şübhə yoxdur ki, dövlət yüksək səviyyədə qayğı göstərir. Cəmiyyət, ictimaiyyət olaraq hər kəs qayğı göstərir. Amma indi və gələcəkdə hamından rica edirəm. Bunu mən bəzi yerlərdə deyə bilməsəm də, burada heç olmasa deyim. Bizim çox maddiyyata ehtiyacı olan qazilərimiz var. Onlar gölgədə qalmasın. Onlar da xatırlansın. Onlar da canlı şəhidlərdir. Onların ailələri var. Onların təqaüdləri kəsilir. İş yerləri yoxdur. Çox sıxıntı yaşayırlar. İnsanların dövlətlə insan arasındakı problem yaranır. Çünki gərək onları ölsün ki, dəyər verək. Yəni sağlığında dəyər vermək lazımdır. Mən şəhid ailələr təşkilatı rəhbəri olsam da daha çox ürəyim onlara yanır. Daha çox. Çünki bunlar cənnətini də qazanırlar. Allah həmd olsun. Dövlətimizin də kifayət qədər yardımı var hər kəsin. Amma gələcəkdə də inşallah qələm sahibləri hər biriniz bildirməm sizə də şəhidlərimizlə bərabər o qazilərimizə ünvan verərək bədəni çox uzun istəyən bacılardan dəlmə deşik olan qazilər var. Bədənində mən bu yaxınlarda oldum birinin evində, ailəsində. Qardaşım, quru müqavva gəzir, müqavvadır. Onlar da unutmayaq heç olmasa. Çünki vətənin hər bir daşını, hər bir vətəndaşını bizə sevdirməsək, bizdən kamil vətəndaş olmayacaq. Çünki vətən sevgisi imandandır, özü mütləq imandandır. Mən ilahiyyat elmlər namizədiyim, həm də əsası mülkşünasdır. Mən bu işə bağlayan yalnız vətən sevgisidir. Təşəkkür ederim sizə. Uğurlarınız bol olsun. Çox gəncsiniz maşallah, çox tərafətlisiniz. Vallahi maşallah, maşallah. Allah sizə daha böyük gənclik eşqi versin. Kitablarınızın sayı çox olsun, xeyirli uğurlu olsun. Hər kəsə buradan dərin təşəkkür edirəm. Var olun, minnətdarım sizə.